Salam şagirdlər, hörmətli izləyicilər. Deməli bu günləri Newton qanunlarının bəzi suallarına baxacağıq. Ən çox soruşulan suallardan biri 81 tipli suallardır. Bu tip suallarda baxırıq tənasüblə həll edəcəyik. F qüvvəsi burada neçə m-də artır? Həm m-i, həm 2m-i, həm də 3m-də artır. Deməli F qüvvəsi burada 6m kütləni də artır. Bəs ipin gərilmə qüvvəsi olan T neçə m-də artır? T isə burada 3 m-də artır. Bizə T gərilmə qüvvəsinin 15 Newton olduğu halda F dartı qüvvəsinin neçə olduğunu soruşacaq bizdə. Onda biz nə edəcəyik? Biz buradan F axtardığımıza görə F bərabərdir. F ilə çarpaz 3m düşür məxrəcə. 6m vurulsun T-yə. T-nin də qiyməti 15-dir. M-lə M ixtisar gedir. 3 ilə də 6. Bura 2 düşür. 2 vuraq 15 eləyir. 30 Newton. Düzgün cavab Y bəndi olmuş olur. Daha sonra davam eləsək, digər tip suallarla baxa bilərik. Məsəl üçün, burada 82-ni özünüz yaza bilərsiniz. Şərhlərdə yazın cavabını. Düzgünlüyünə və yaxud da səhvliyinə baxaq. Davam edək. Deməli, daha sonra hansı tip suallarda çətinlik çəkilir? Onlara baxacağıq. Deməli, baxaq. Aha, 86 nömrəli sual da gələn suallar içərisindədir. Bu tip suallar necə həll olunacaq? Deyir, kütləsi 4 kiloqram olan cisim sürətinin modulunun zamandan asılığı verib. Bizə əvəzləyici qüvvənin modulu, yəni F soruşur. Bilirik ki, Newtonun ikinci qanununa görə əvəzləyici qüvvə MA-ya bərabərdir. Bizdə M var, amma A yoxdur. A-nı tapmaq üçün qrafik verib. A bərabərdir V çıxaq V0 bölək T düsturuna əsasən. Burada baxıram ki, məndə V0 0-dır, son sürət isə 4-dür. Deməli, 4-dən 0 çıxıb interval olan 5-ə böləcəm. Yəni, olacaq 4 bölünsün 5. Bu formada yazdım. Bu oldu məndə, deməli, təcilin qiyməti 4-də 5-ə böləndə 0,8 edir. Bunu yazandan sonra gəlirəm. Artıq kütlə 4-dür. Kütləni vururam təcilə. Yəni, vuracam 0,8-ə. Bu da mənə verər 3,2-ni. Yəni, 3,2 Newton olmuş olacaq. Deməli, davam edək indi. Pozan biraz geç pozacaq. Ona görə opuşdan gedək. Vəsiya. Sonra hansı tip suallar var? Baxaq. Məsələn, 90 tipli suallar. Deyir, cismə tətbiq olunmuş 2F və F qüvvələrinin birlikdə bu cismə verə biləcəyi ən böyük təcili A1-dir, ən kiçik təcili isə A2-dirsə, o zaman A1-in A2 nisbətini tapın. Uşaqlar, biz bilirik ki, təcil əvəzləyici qüvvələ düz mütənasibdir. İkinci qanuna əsasən və kütlə buradan sabitdir. Söhbət eyni cisimdən getdiyindən ona tətbiq olunan qüvvələrin ən böyük qiyməti təcilin ən böyük qiymətinə, əvəzləyici qüvvənin ən kiçik qiyməti isə təcilin ən kiçik qiymətinə uyğun gəlir. O zaman nə deyirik? Təcil ən böyük qiymət aldığı halda ona təsir edən qüvvələr eyni istiqamətdə olur. Bu zaman qüvvələr toplanır. Ən kiçik olanda isə qüvvələr bir-birindən çıxılacaq. Aldığımız qiymətlər 3F və F-dir. Onların bir nisbəti isə bizə 3-ü vermiş olar. Deməli, A1-in A2 nisbəti 3 olmuş olacaq. Daha sonra davam edək. Suallarımızla təbii ki, yenə də davam edirik. Digər suallardan biri 92 nömrəli suallardır. Burada uşaqlar çox vaxtı müxtəlif üsullardan istifadə edirlər. O üsullardan biri də məhz budur ki, F-lərin, X-lərin, Y-lərin tapırlar, amma ehtiyac yoxdur. Bunun üçün ən gözəl üsul diaqram üsuludur. Bu şəkildə diaqram çəkilir. İndi gəlin baxaq. Birinci qüvvə neyniyib? Olduğu yerdən bir addım sola gedir. Biz də bir addım sola getdik və 1-dən 4-ə gedir. Yəni 3 addım da yuxarı qalxır. Biz də 3 addım yuxarı qalxdıq. İkinci qüvvə nə iş görür? Olduğu yerdən bir addım sağa gedir. Biz də bir addım sağa getdik və 3 addım yuxarı gedir. 3 addım yuxarı getdik. Sağda, solda eyni qüvvələr olduğundan bunlar gedir.
yuxarı doğru qalır nə qədər? 6 newton. Deməli, əvəzləyici qüvvə 6 newtonu vermiş olar. İndi siz də 93-ü yazın, işləyin bu formada, diaqram üsulu ilə və cavabları rəy bölməsində qeyd etməyi unutmayın uşaqlar. Bu videonun birinci hissəsidir. Kanala abunə olub bəyənməyi unutmayın mütləq şəkildə. Ürəyiniz istəyən sualları buradan rəy bölməsinə yaza bilər. Siz rəylərinizi oxuyuram və mən də sizlər üçün həmin videoları sevə-sevə çəkə bilərəm. Uğurlar.